Bismillahirrahmanirrahim. Və bihi nəsta'in və huvə xayrun nasirin və mu'in. Salam, hər vaxtınız xeyirli olsun əziz izləyicilərimiz. Yenə bir mövzu ilə qarşınızdayıq. Bugünkü günümüzün mövzusu mübarək Quran-ı Kərimin nazil olma səbəbi haqqında olacaqdır. Hər bir hadisənin baş vermə səbəbinə aydınlıq gətirməkdən ötürü zəruridir ki, həmən hadisənin baş vermə səbəbinin zaman və məkanına diqqət yetirmiş olsunlar. Biz də bu qaydaya riayət etməklə Quran-ı Kərimin nazil etmə səbəbinin zaman və məkanına diqqət yetirmiş oluruq. Quranın nazil edildiyi zaman və məkan zülmün, ədalətsizliyin və cəhalətin tuğyan etdiyi bir dövrə təsadüf edirdi. Bu dövrdə qullar, kasıblar və zəiflər güclər tərəfindən istismar edilir, qadınlar mirasdan məhrum olunurdu. Eləcə də bütpərəstlik, zina, qumar, əyyaşlıq, qan tökməklik adət halını almış və qız uşaqları diri-diri torpağa bastırılırdı. Quranın nazil olma səbəblərindən biri də həmən dönəmdə cahiliyyət baş alıb gedir, savadsızlıq baş alıb gedirdi. Cəmən hədisdə və rivayətlərə əsasən 17 nəfər yazıb oxumağı bacarırdı. Quranın nazil olma zaman və məkanına diqqət yetirmiş olduq və səbəbi də bundan ibarət oldu ki, biz onları mövzuya bölmək istəsək, 5 mövzuya bölmək olar. Birincisi, Quranın nazil olma səbəblərindən biri Quranın öz ayəsinə, dəlilinə əsasən tərbiyə və təlim insanları etməkdən ötürü Quran nazil olmuşdur. Bu mövzuya Qurandan da dəlil gətirə bilərik. Qurandan ayəmiz Ali İmran surəsinin 164-cü ayəsi dəlildir. Mütəala Allah həmən ayədə buyurur ki, Həzrəti Muhammed sallallahu aleyhi və səlləmə nazil olan Quran və həmçinin Peyğəmbər insanları kitab və hikmət elmi ilə təlim və tərbiyəyə dəvət etmişdir. İkinci nazil olma səbəblərindən biri insanları hidayət və doğru yola yönəltmək olmuşdur. Bunun üçün də Qurandan ayəmiz Bəqərə surəsinin 1-2-ci ayəsi kifayət etmiş olar. Orada da Mütəala Allah buyurur ki, Quran-ı Kərim insan, mömin və təqvalılar üçün hidayət və doğru yol göstərən kitabdır. Üçüncü mövzu isə insanları ədalətə dəvət və zülmdən çəkindirməkdir. Buna da dəlilimiz Qurandan Hədid surəsinin 25-ci ayəsidir ki, Mütəala Allah buyurur, Allah Taala kitab və tərəqqi vasitəsilə Peyğəmbər sallallahu aleyhi və səlləmi ədalətə icra etməyə və eləcə də insanları ədalət, yaxşılıq və qohum, əqrabaya əta etməyi əmr və pislik və zülmdən çəkindirməyi tələb etmişdir. Dördüncü səbəb isə Quranın nazil olma səbəblərindən biri xurafat, batil, inanc və ayrı seçkilikdən uzaqlaşdırmaqdır ki, Allah Quran-ı Kərimdə də buna ayə olaraq Hucurat surəsinin 13-cü ayəsində buyurur ki, insanların müxtəlif qəbilələrdə yaradılması və millətindən, irqindən asılı olmayaraq Allah yanında ən hörmətli insan, ən təqvalı olması bağlı olduğunu bildirmişdir. Beşinci səbəb isə Quran-ı Kərimin nazil olma səbəblərindən biri təfəkkür və düşünməkdir. Bunun üçün də Qurandan ayəmiz Nəhl surəsinin 44-cü ayəsində Mütəala Allah buyurmuşdur ki, Allah Taala Quranın haqqında və ayələrin nazil edilməsi haqqında düşünməyi tövsiyə etmişdir. Ümidvarıq ki, bu mövzu ilə bağlı fikirlərimizi sizlə bölüşə bildik. Mütəala Allah bizləri Quranı öyrənməkdə və onun maariflənməsində hamımızı müvəffəq etmiş olsun. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.